Bağırsaq xərçəngində digər orqanlarda əgər metastaz varsa, artıq gec qalmışıqmı? Xeyr, burada bəzi nüanslara fikir vermək lazımdır. Birinci, metastaz hardadır? Hansı orqandadır? Qaraciyərdə, ağciyərdə, limfa düyünlərində və s. İkinci, sayına fikir vermək lazımdır. Tək sayılıdır, yoxsa çox sayılıdırmı? Üçüncü, cərrahi yolla çıxarıla bilərmi? Və ən sonda kimyoterapiyadan nəticə ala bilirmi? Yəni şiş kimyoterapiyaya cavab verə bilirmi? Bu nüanslara baxaraq xəstə dəyərləndirdikdən sonra qərar verilir ki, bu xəstəyə cərrahi əməliyyat lazımdır, yoxsa kimyəvi terapiya lazımdır. Günümüzdə bağırsaq xərçənginin digər orqanlara metastazı ilə əməliyyat olmuş xəstələr var və hətta tam sağ qalın belə əldə etmək mümkündür. Və son olaraq, əgər metastaz varsa, bundan qorxmamalıyıq. Bu son demək deyil. Sadəcə üzərinə gedib araşdırılıb qərar vermək lazımdır.